Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri, Xətai rayonu Sabit Orucov, Natiq Əliyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində Avant Qrup MTK-ya məxsus ərazidə, Sumqayıt şəhəri, Sumqayıt Novxanı yolunun kənarında, Amor İctimai Yaşayış Obyektinin ərazisində, Abşeron rayonu Ekoloji Nəzarət Postunun yaxınlığında, Qardaş Kompani MMC-yə məxsus ərazidə və Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş Yaşayış Kompleksinə yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı təbiətə 117.300 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır deyə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir.